Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu ölkədə şiddətli döyüşlər başladı. İki şəhər tutuldu. Suriyanın devrilmiş lideri Bəşər Əsədə sadiq olan silahlı şəxslər Sahilyanı Latakiya əyalətində puskuda ən azı 15 təhlükəsizlik əməkdaşını öldürüblər. NES 24 AZ-ın xəbərinə görə hücumlar cümə axşamı Əl-Əsəd ailəsinin mənsub olduğu Ələvi Azlıq təriqətinin mərkəzini təşkil edən Sahilyanı ərazinin bir hissəsi olan Latakiya çölündə Cəblə şəhəri yaxınlığında baş verib. Suriya Təhlükəsizlik Mənbəsi Əl-Cəzirə ərəb şəbəkəsinə bildirib ki, müxtəlif silahlı puskularda 15 təhlükəsizlik əməkdaşı həlak olub. Suriya dövləti qanundan kənar bütün qruplara öz səlahiyyətlərini tətbiq edəcək və təhlükəsizliyin təhdid edilməsinə imkan verməyəcək, mənbə bildirib. Bundan başqa, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.